Dedi ki, indi mən belə deyirəm, kitab biraz başqa cür yazır. Deməli, hidrogeni ən az olan karbonu burada seçib dairəyə almalıyıq uşaqlar. Hidrogeni ən az olan karbonu seçib dairəyə alırıq. Sonra ona birləşən radikalları müəyyən edirik. Və kiçikdən böyüyə radikalların adını deyirik. Əgər bir radikaldan 2 dənə varsa, di deyirik. Bir radikaldan 3 dənə varsa, tri deyirik. Və ən sonda isə metan sözünü deyirik. Məsələn, bir nümunə yazaq, rahatdan başlayaq. CH3, CH2, CH3. Bizə deyər ki, uşaqlar, bu alkanı səmərəli şəkildə adlandır. İndi görən kimi deyərsiniz, bəli, bu propandır, razıyam. Amma bizdən səmərəli şəkildə adını istəyir. Səmərəli şəkildə adlandırmaq üçün qayda necə idi? Hidrogeni ən az olanı alırıq dairəyə. Hidrogeni ən az olan karbonu seçib alırıq dairəyə. Onda mən nə etməliyəm uşaqlar? Hidrogeni ən az olan karbon hansıdır burada? Ortadakı karbon. Bunu aldım dairəyə. Sonra baxıram uşaqlar radikallara. Siz mənə deyin görək, kənarlarda hansı radikallar qalıb? Artıq biz radikalları tanıyırıq. Metillər qalıb Bəli, 2 dənə. metillər qalıb. 2 dənə metil qaldığına görə 2-yə biz nə deyirik? Di. Onda bunun adı necə olacaq uşaqlar? Dimetil. Sonda nə deyərik? Axırda burada metan sözü deyilir. Dimetil metan. Dimetil metan. Sonra davam edirəm. Başqa bir yazaq. Deməli, bir dəqiqə. Uşaqlar, bunun adı necə olar? Yenə hidrogeni ən az olanı alıram dairəyə. Hidrogeni ən az olan karbonu alıram dairəyə. Radikallara baxın. Sol tərəfdə Metil diyetil. tamamilə doğru. Deməli, bu tərəfdəki radikal 2 karbonludur, etildir. Bu tərəfdəki radikal 2 karbonludur, etildir. Aşağıdakı radikal metildir. Və kiçikdən böyüyə deyirik. Birinci metili deyərik. Metil. 2 dənə də etil var deyənə olur dietil. Sonda da nə deyirik uşaqlar? Sonda da metan. Metil, dietil, metan. Bir dənə baxın. Metil, dietil, metan. Aydındır bu. Hamı başa düşə bilir bunu. Bəli. Əhsən. Davam edir. Başqa bir nümunə yazaq. Burada nə etməliyik? Kim deyər? Dimetil, Ayşə. Bunu alıram dairəyə. izopropil,